Bugün Kəlbəcər şəhərinə növbəti köç kərvanı yola salınıb. Bakı və Gəncə ilə yanaşı digər şəhər və rayonlarda müvəqqəti məskunlaşan 32 Kəlbəcərli ailə doğma yurd yuvasına qayıdıb. Proses ölkə başçısının sərəncamı ilə təsdiqlənən böyük qayıdışa dair birinci dövlət proqramı çərçivəsində baş tutub. Ailələr birinci yaşayış məhəlləsində yerləşdirilib. Onlara yeni inşa olunan mənzillərin açarları təqdim edilib. Mənzillərin hər biri tam təmirli və mətbəx mebeli ilə təmin olunub. Yeri gəlmişkən Kəlbəcərə qayıdan sakinlər arasında ömrünün ahıl çağında olanlar da var. Zəngdən sonra Uşaq xeyirli olsun. Sevincəyim, çox sevincəyim, torpağıma gəlmişəm. Sevincək olmuşam. Ağlaya-ağlaya getmişdim, gülə-gülə də gəlmişəm. Gəlib qəbristanlığı ziyarət edib, getmişəm bir ayaq. İndi də nəvəli, nəticəli, sevincək gəlmişəm. 87 yaşın içindəyim, yanvarın 10-unda. Gedəndə 9 nəfər olmuşuq. Gələndə isə indi 31 nəfər gəlir. Mənim atam şair idi. Allah bütün ölənlərə rəhmət eləsin. Vətən deyə-deyə getdi bu dünyadan. Yazmışdı ki, kaş nə ola qardaşım, bir qəflətə hay düşə. Yağı düşmən təslimi ola, oxlar sına yay düşə. Yüklənə köçün kərvana, Ağdərədən vətənə. Kəlbəcərim abad ola, hər qapıya toy düşə. Şükür bu günə. Ümumilikdə 139 vətəndaşımız, soydaşımız keçmiş məcburi köçkünümüz öz yurdlarına qovuşdular. Onlara mənzillərinin açarları təqdim olundu. Hazırda Kəlbəcər şəhərində 52 ailə olmaqla 223 sakin məskunlaşıb.